2 oktyabr 2025-ci il tarixində Oğuz rayonunda Azərbaycan Milli Elmlər Akademiyasının Şəki Regional Elmi Mərkəzinin təşkilatçılığı və Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının dəstəyi ilə xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri mövzusunda elmi praktiki konfrans keçirilib. Tədbirdə Oğuz rayon İcra Hakimiyyətinin nümayəndəsi Ayaz Ağayev, Şəki Regional Elmi Mərkəzin alimləri və gənc tədqiqatçıları, Oğuz rayonunun ziyalıları, şagirdlər iştirak ediblər. Ümummilli lider Heydər Əliyevin, Bəxtiyar Vahabzadənin və torpaqlarımızın bütövlüyü, suverenliyi uğrunda canlarından keçmiş vətən övladlarının əziz xatirəsi ehtiramla yad edilib. Tədbiri Şəki Regional Elmi Mərkəzinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Reyhan Mənəfova açaraq qonaqları və iştirakçıları salamlayıb. O, xalq şairi Bəxtiyar Vahabzadənin 100 illiyinə həsr olunmuş tədbirin məqsədinin, şairin ədəbi irsində ana dilinə münasibəti, dilin qorunması və gələcək nəsillərə ötürülməsi ilə bağlı ideyalarının təbliğ edilməsi olduğunu vurğulayıb və çıxış üçün sözü Oğuz rayon İcra Hakimiyyətinin Humanitar Şöbəsi müdirinin müavini Ayaz Ağayevə verib. Ayaz Ağayev qonaqları salamlayıb və nəzərə çatdırıb ki, Bəxtiyar Vahabzadənin 100 illik yubileyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev sərəncam imzalayıb və bu çərçivədə ölkəmizin hər yerində olduğu kimi Oğuz rayonunda da silsilə yubiley tədbirləri keçirilir. Qeyd edib ki, Bəxtiyar Vahabzadə yaradıcılığında ana dili məsələləri adlı elmi praktiki konfransın keçirilməsi üçün Oğuz rayonu Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının tərəfdaş seçilməsi olduqca qürur vericidir. O, birgə əməkdaşlığa görə Şəki Regional Elmi Mərkəzinin direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Yusif Şükürlüyə minnətdarlığını bildirib və tədbirin işinə uğurlar arzulayıb. Sonra söz tədqiqatçı filoloq Səhər Rızayevaya verilib. Məruzəçi Bəxtiyar Vahabzadə yaradıcılığında ana dilinə münasibət adlı çıxışında əsrarəngiz ana dilimizin Bəxtiyar Vahabzadə poeziyasında insanların mənəvi aləminin zənginləşməsinə, milli mənəvi dəyərlərin, varlığımızın və milli kimliyimizin göstəricisi olduğunun aşılanmasına xidmət etdiyini bildirib. Ana dilinin qorunması, gələcək nəsillərə ötürülməsi kimi mühüm məsələlərin şairin yaradıcılığının özəyini təşkil etdiyini vurğulayıb. Şəki Regional Elmi Mərkəzin Elmi İşlər üzrə direktor müavini, filologiya elmləri doktoru, dosent Kamil Adışrinov, ümummilli lider Heydər Əliyev və onun layiqli davamçısı cənab İlham Əliyevin hər zaman elmin və mədəniyyətin inkişafına böyük diqqət və qayğı göstərdiklərini nəzərə çatdırıb. Dahi şəxsiyyətlərin, elm və mədəniyyət xadimlərinin yubiley tədbirlərinin keçirilməsinin, onların şərəfinə abidələrin ucaldılmasının, əsərlərinin böyük tirajla nəşr edilməsinin və başqa bu kimi məsələlərin, incə məqamların diqqətdə saxlanmasını bu qayğının bariz nümunəsi olduğunu qeyd edib. Kamil Adışrinov çıxışını 20-ci əsr Azərbaycan ədəbiyyatında Bəxtiyar Vahabzadənin yeri və rolu mövzusu üzrə davam etdirib. Məruzəçi Dahi Nizami və Füzulidən sonra düşüncədən misraya, misradan əbədiyyətə missiyasını özündə ləyaqətlə daşıyan, dərin fəlsəfi estetik düşüncəyə sahib Bəxtiyar Vahabzadənin təkcə dünyəvi deyil, dini dünya görüşünün məhz klassik irsimizdən qaynaqlandığını və 20-ci əsrin 60-cı illərindən başlayaraq dünya ədəbiyyatına meydan oxuduğunu bildirib. Şairin bədii hissinin müxtəlif dillərə tərcümə olunaraq nəşr edilməsinin deyilənləri təsdiqləyən fakt olduğunu ifadə edib. Daha sonra Şəki Regional Elmi Mərkəzin Ədəbi-Mədəni Mühit və Folklor Şöbəsinin rəhbəri Təranə Abdullayeva, klassik irs və Bəxtiyar Vahabzadə yaradıcılığı
paralellər və kəsişmələr mövzusunda məruzə edib. Məruzəçi Bəxtiyar Vahabzadənin əsərlərində Dahi Füzulinin eşq fəlsəfəsinin, Nizaminin insanpərvərlik ideyasının, Nəsiminin haqq-ədalət mübarizəsinin yeni rakursdan müasir ifadəsini tapdığını deyib. O, tədqiqat apararkən klassiklərin və Bəxtiyar Vahabzadənin yaradıcılığından nümunələrin seçilərək paralellərin müəyyənləşdirildiyini söyləyib. Bütün bunların Bəxtiyar Vahabzadə yaradıcılığı üçün motiv rolunu oynadığını məzmunlu və geniş məruzəsində şərh edib. Şəki Regional İlmi Mərkəzinin Arxeologiya və Etnografiya şöbəsinin elmi işçisi Aygül Xəlilova Sovet ideologiyasının kölgəsində Milli Təəssübkeşlik adlı məruzəsində Sovet dövrü yazıcı və şairlərimizin bədii priyon kimi istifadə etdikləri kodlaşdırma, bətnaltı eyhamlar, fikrin dolayı yolla çatdırılması kimi dərin zəka və fəlsəfi düşüncəyə əsaslanan metodların Bəxtiyar Vahabzadə yaradıcılığından da yan keçmədiyini, əksinə, şairin bu cür məna yükünə malik əsərlərinin bəşəriyyət və insanlıq üçün humanist mövqe nümayiş etdirdiyini təsdiqləyən önəmli faktor olduğunu qeyd edib. Tədbirdə həmçinin şair tədqiqatçı Yusif Rıza, Oğuz rayon gənclər və idman sektorunun əməkdaşı Vüsal Məmmədov Bəxtiyar Vahabzadə haqqında xatirələrini, maraqlı fikirlərini bölüşüblər. Oğuz şairi Şükufə Ruhlu şairin ruhuna dualar oxuyub, ana dilinə, şəhidlərə həsr olunmuş şeirlər səsləndirib. Tədbirin sonunda Oğuz rayon Mərkəzi Kitabxana Sisteminin Mərkəzi Kitabxanasının direktoru Nəzakət Qasımova çıxış edərək, tədbirin təşkil olunmasında əməyi olan hər kəsə, xüsusilə Şəki Regional İlmi Mərkəzinin direktoru Yusif Şükürlüyə təşəkkür edib, belə möhtəbər tədbirlərin təşkil olunmasında birgə əməkdaşlığın davam edəcəyini ümid etdiyini bildirib. Sonda xatirə fotoşəkilləri çəkilib. Reyhan Miqdad qızı Namiq Abdurrəhmanov, Şəki Regional İlmi Mərkəzinin xəbərləri.